50 təyinatları bəlkə də indi sizlər üçün maraqlıdır, onu da qeyd edim. Ümumilikdə mən dedim ki, 74 mindən yuxarı forma daxil olub, amma formaların bəlkə də siz maraqlana bilərsiniz ki, bu daxil olan formalar ümumiyyətlə hansı xəstəliklər üzrə daxil olur. Bu da təbii ki, bizim statistikamızda mövcuddur. Biz özümüz üçün onun analizlərini, təhlillərini aparırıq. Müvafiq qurumlar üçün vacib məqamdır. Son 3 ildir təəssüf ki, 50 təyinatlarının il ərzində aparılmış 50 təyinatlarının 55-56%-ni ilk üçlükdə yeni törəmələr, yəni bədxəstəlik, şişlər, psixiatrik və sinir sistemi xəstəlikləri əhatə edir. Və illər ərzində təbii ki, bu 1% yüksəlir, 1% azalır, amma son illərdə bu ilk üçlüyü tutmaqda daim bərqərar olub və bu şəkildə də davam edir. Təbii ki, bununla da əlaqədar indi müvafiq dövlət qurumları da əhatəli profilaktiki tədbirləri görürlər.